sizin özünüzün belə və ümumiyyətlə Mədəniyyət Nazirliyinin bu dəqiqə çox ciddi kommunikasiya problemi var. Həm sosial media ilə, sosial media ilə çox zəif işləyirsiniz. Baxın, indi adamların deməyə də haqqı var. Bəli. Tamam, tədbirlərə çıxardılmır. Oldu mu? Oldu mu? Demirsiniz, rotasiyadır, məhduddur saylar. Mən anladım. Amma başqa bir təbliğat üsullarınız var. Tutaq ki, sizin YouTube kanalınız var. Bəli. Tutaq ki, sizin Facebookunuz var, Instagramınız var. Ora düşməyənləri burada təbliğ eləmək olar. Ki, o da hiss eləsin ki, yox, mənə də münasibət var. Bir-iki ildən sonra, bir ildən sonra mən də ola bilərəm. Mümkündürmü? Mümkündür. Və yaxud da, siz deyirsiniz, indi bizə qədər olubdur, bizə qədər olanlara biz məsuliyyət daşımırıq. Məlum olub ki, xanım elə hamı ilə işləyibdir. Mən bilmirəm indi o xanımın. 4 nazirlə çalışırdı. Mən çox üzr istəyirəm. Aynur xanım, bax, mən sizi çox gözəl anladım. Çox gözəl vurğuladınız ki, dövlət tədbirləri komissiyalarına təyin olunur, hər ifaçı olunur, hər janrdan Alim Qasımov var, Məsum İbrahimov var, bir çox sənətkarlarımız işte. Yəni, iradlar fərqlidir. Təranə xanım dövlət tədbirləri istəyir, təmsil etmək istəyir, qastrollar istəyir. Amma bax, mən cənab müşavirədə sual verirəm, bax, sizə də sual verirəm, təkrar sual verirəm. Mənim adıma gələn dəvət məktublarına nə üçün alternativ musiqiçi təklif olunub və nə üçün mənim bu qədər Wikipediyada qeyd olunmuş ölkələr ki var ki, təmsilim Mədəniyyət Nazirliyi tərəfindən qarşılanmır. Xahiş edirəm bu suala konkret cavab verin. Buyurun. Sizin adınıza gələn məktublar Türksoydan daxil olmuşdur. Türksoy da var, başqa təşkilatlar da var. Türksoydan daxil olub, yəni mən onu araşdırmışdım. Türksoy ilə bağlı, yəni onlar həm seçimdə özləri sərbəstdirlər, əgər sizi seçirlərsə onlar aparmalıdırlar və burada bizim sadəcə olaraq rəyimiz alınır. Və salam, yəni əgər Türksoy sizi aparmaq niyyətində idisə, yəni o təşkilat, onlar sizi apara bilərlər. Siz cavab verirsiniz ki, büdcədə vəsait yoxdur və yaxud da alternativ musiqi yoxdur. O boyda təşkilata mən vacib olduğum üçün o qarşılayır, məcbur qalır qarşılayır. Deyir ki, bakanlığınız qarşılamır sənin məsrəflərini. Ona görə də sən bir instrumental ifaçı olaraq mənə lazımsan, mən qarşılayacağam. Hətta olub ki, büdcədə vəsait olmayıb, qarşı tərəfin büdcəsində problem yaranıb. Olub ki, özüm almışam o bileti ki, mən gedim Azərbaycanı təmsil edeyim. Bu hallar da olub. Aydındır, ola bilər. Amma siz dediniz ki, sizin adınızı çıxardıb, başqasını oraya göndərir. Təklif, o yaxınlarda, bax, mən bu faktı qeyd edeyim sizə. Son 2 ay, 3 ay bundan qabaq, başqa ifaçılar olub. Mən artıq da biraz fəaliyyətimin istiqamətini dəyişdim, pop ifaçılığına doğru başladım bu janrdan məşğul olmağa. Türksoy ilə fəaliyyətimi dayandırmışam. Amma başqa ifaçılar gedir, adlarını çəkəcəm buradan. Ruslan Zərbəliyev və Pərviz Fərhadov, həmin o 6 ay bundan qabaq şikayətçilər sırasında onların ad familiyası da var. Onların izahatları da alınıb. Bax, onların adına mənlə illərdir çalışıblar Türksoyda, solist olaraq çıxış ediblər. Bax, onların adına dəvət məktubu gəlib. Mənzər Nurəliyeva Beynəlxalq Muğam Mərkəzinin solistlərini ora göndərib. Adlarını da çəkəcəm. Rəşad İbrahimov tar ifaçısı, Təbriz Yusubov kamançı ifaçısı olub. Hətta Sinarə Heydarova da olub, əməkdar artist, filarmoniyanın solisti. Ona da təzyiq göstərilib ki, əgər o qastrola gedərsən, səni işlə çıxardılacaqsan. Belə bir təhdidlər də vardı. Yəni bu, dediyiniz kimi, bizim Mədəniyyət Nazirliyi kimi strukturdan bir qərəzimiz yoxdur. Yəni, bu qədər ifadələr yalan ola bilməz. Azərbaycan Respublikasının konstitusiyon hüququmuz var bizim. Bizim söz azadlığımız var. Biz heç kəsi boşu-boşuna ittiham edə bilmərik. Aleq bəy, çox üzr istəyirəm. Bax, həmən vurğuladığım ifaçılar ki vardır, Ruslan Zərbəliyev, Pərviz Fərhadov var ha. Onların adına gələn məktuba cavab olaraq Mənzər Nurəliyeva Rəşad İbrahimovla Təbriz Yusubovu göndərir. Beynəlxalq Muğam Mərkəzinin solistlərini. Fərq nədir burada? Nədir bu ayrı seçkilik, nəyə lazımdır? Niyə o? Yəni, əgər Türksoy bu ifaçıları istəyirsə, zamanında məni də istəyib, mənə də o cavab verilib, mən də getməmişəm, alternativ ifaçı təklif olub. Bu çox yaxın müddətdə olub, 3 ay bundan qabaq, 2 ay bundan qabaq ya Fransa qastrolu olub, hansısa bir qastrola gediblər. O uşaqlar da prinsipə öz büdcəsindən alıb, öz cibləri vəsaitinə gediblər o qastrola. Azərbaycandan 4 dənə tarkamança gedib ora. Bu nə deməkdir? Bu nə ayrı seçkilikdir? Bax, çox xahiş edirəm, buna bir dənə qısa bir dənə izahat verin də mənə. Biz bunu gərək araşdıraq, mən onun izahatını vermək iqtidarında deyiləm. Çünki burada Türksoyun da sizi dəvət edən qurumun da mövqeyi maraqlıdır. O sizi dəvət edirsə və axırda nəticədə başqa bir ifaçının iştirakına razılığını verirsə, razılıq verilmir. Razılıq verilmir. Aleq bəy, razılıq verilmir. Mənzər xanım məcburən onları göndərir.
Necə məcburən göndərir? Yəni getməlisiniz o qastrola. Siz o qastrola getməlisiniz. Ya bunlar faktdır. Yəni bu adların sadaladığım insanlar təbii ki mən məsuliyyət daşıyıram. Əlbəttə, Yəni bu onlar söhbətlər olmayıbsa, mən bunu havadan daşıyıb özümü məsuliyyət altına, hüquqi məsuliyyət altına ala bilmərəm. Yəni bunlar var ki, Elçin bəy danışılır. Yox, mən demirəm yoxdur. Mən demirəm. Biz səbəbləri birincisi bax burada indi bayaq hörmətli Aynur xanım dedi, Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı. Mən özüm də hiss edirəm ki, Mədəniyyət Nazirliyində yeni nazirin gəlişindən sonra bir çox məqamlar var ki, o məqamlar yerindən tərpənib. Misal üçün, elə şeylər var ki, unudulmuşdu. Müəyyən forumların keçirilməsi mənim üçün maraqlıdır. Teatr forumunu, kino forumu və s. müzakirələrin qurulması. Amma problem yenə də orada qalır ki, bəlli adamlar hər yerdə iştirak edirlər. Yəni bir o çeşidli adamlar, mən demirəm ki, xaricə gedək, biletini hamıya alın. Amma forumlarda fərqli adamlar olmalı ki, fərqli fikirlər eşidək. Elçməm, bu ictimai hesabatlılıq əslində bizim kommunikasiya siyasətinin əsas şeyidir. Və siz dediyiniz kimi forumlar, bütün sahə insanları ilə görüşmək. Məsələn, elə teatrların özündə, məsələn, cənab nazir özü görüşürdü və 4 saat, 5 saat elə oldu ki, çəkirdi. Yəni bu ünsiyyət gedir. Bundan sonra bütün camiyə, kino camiyəsi ilə kifayət qədər geniş kommunikasiya olunur, aparılır. Bunlar hamısı gedir, bəli. Və bizim, məsələn, ötən il demək, bütün nazirliyin bir geniş hesabatı təqdim olundu, cəmiyyətə, ictimaiyyətə təqdim olundu və yəni bizim bu an 3 il ərzində gördüyümüz işlər, yəni 3 ildən bir qədər az gördüyümüz işlər. Biz böyük bir dağılmış infrastrukturla üzbəyüzük. Mədəniyyət, klublar, yəni bunlar hamısı köhnə Sovetin dövründən qalmış və həm mənəvi baxımdan, həm maddi baxımdan amortizasiya uğramış böyük bir infrastrukturdur. Və bu infrastrukturun hətta datası ümumiyyətlə bizdə yoxdur. Biz illər ərzində bir il, yəni onu mənə, sual mənə deyil. Yox, mənə maraqlıdır. Biri indi Milli Məclisdədir, komitə sədridir, biri də hamısı buradadır. Demək, haradasa bizim bir il ərzində, Elçin müəllim, bir il ərzində biz bütün bu infrastrukturun dəyərləndirilməsi monitorinqləri aparılıb. Yəni, məsələn, elə olub ki, mədəniyyət evinin adı var, kitabxananın adı var, amma gedib baxmışıq, görmüşük ki, orada heç nə yoxdur. Yəni, kifayət qədər ciddi infrastruktur. Mədəniyyət evi var, kitabxana var, amma sən demə sanuzel yoxdur deyirlər də, yəni sanitar qovşağı yoxdur. Yəni, mədəniyyət evinin yoxdur. Yəni, biz nə ilə üzbəyüzük, siz bunu bilirsiniz. Və bütün bunlar hamısı yeni yanaşmalar tələb edir. Yəni ki, klub deyilən bir şey, yəni bir anlayış, yaxud indi kitabxanalar deyilən, bunlar hamısı artıq yeni formata keçməlidir. Və bunun üçün bizim müəyyən bəlli bir etap vaxtımız olmalıdır. Və bununla bağlı və indi aparılan müzakirələr, məsələn, baxın, son bir həftədə bu sosial medianın sahillərində gedən bu dəhşətli burulğanlar, fırtınalar və s. Bunlar kifayət qədər bizim fəaliyyətimizə kölgə salmaqdan əlavə də həm də mənəvi baxımdan kifayət qədər ağır bir yük verir, kifayət qədər stres yaradır, kifayət qədər toksik bir ortam yaradır. Mədəniyyət Nazirliyində hansısa məmurun buraxdığı o səhvlər bu mədəniyyət adamlarının yenə deyirəm, hansısa məmur, bir də yaradıcılığa qaydamı yox, axı, nə üçün bu adam öz sənəti ilə məşğul, sındırmaq nə deməkdir bu? Biraz bu, sınmasaydı bura gəlib çıxardı bu dərdi ilə. Biz 2013-dən bəri danışmırıq, Aynur xanım. 2013-dən bəri danışmamışıq. Biz siz niyə danışmamışıq, Aynur xanım? Danışmaq hüququmuzu belə əlimizdən alıblar. Açıq deyəcəm, xalq artisti professor Siyavuş Kəriminin Azərbaycan Milli Konservatoriyasında çalışdığım dövrlərdə hələ mən danışmırdım, amma mənə təzyiqlər olurdu. Buyurun. Yəni, danışmaq bir təzyiqdir, bilirsiniz? Yox, təxir başqa bir şeydir. Bugün itirəcəyim heç nə yoxdur. Yox, bu üçün də sizin danışmağınızla bağlı nəsə bir məhdudiyyət varmı? Sizin danışmağınızla varmı? Biz sizi dinləyirik, biz debatdayıq, biz bunları hamısını, biz zəif nöqtələri, güclü nöqtələri anlaşmağa çalışırıq və siz danışırsınız. Biz siz niyə danışırıq bugün? Sual verin, bugün niyə danışırsınız? Niyə illər öncə danışmamışsınız? İllər öncə təzyiqlərim var idi. Bugün artıq heç bir itirəcəyim heç nə yoxdur. Nə dövlət iş yerin, nə baxımından təzyiqim yoxdur. Baxın, musiqi industriyası böyük bir inkişaf mərhələsini keçir. Rəqəmsal platformalar. Bir ifaçısı olaraq, yəni düşünürmüsünüz ki, kamança ifaçısının təkcə sosial şəbəkə, YouTube platformasında Elçin 63 milyon izlənməsi var. Bilirəm. 63 milyon izlənmə bugün
musiqi industriyasında böyük bir nəticə deməkdir. Mark Eliyahu gəlir burada konsert verir. Bu deməkdir ki, siz öz brendinizi yaradırsınız. Bax, bu brendə niyə dəstək vermirsiniz? Bu deməkdir ki, siz özünüzə tələbat Mədəniyyət Nazirinə lazımdır, yoxsa yox? Azərbaycan milli aləti kamansaya tələbat yaradır. O brend lazımdır Mədəniyyət Nazirinə. Bəs niyə bir dəfə Mədəniyyət Nazirinin YouTube-unda və yaxud da Instagramında, YouTube-da verilişiniz var. Hərdən o verilişdə mən elə adamları görürəm ki, mən bu mədəniyyət sahəsində bəlkə də bir doğulandan varam, onsuz da. Hətta doğulmamışdan qabaq da varam. Çünki ailəm yəni bunun içindir. Mən o adamları tanımıram. Bir qədər də, bax, həm də işləməyi, inciməyim mən bu sözümü. Çox sağ olun. Facebookdur, Instagramdır. Bu insanlar bilsə ki, orada heç olmasa lazımdılar. Onlar mən fikrimi tamamlayacaqsınız. Əlbəttə tamamlayacaqsınız. Amma mən şəxsən Təranə xanımı burada görəndə mən çox pis oldum. Çünki adamı mən həmişə səhnədə görmüşəm, həmişə də heyranlıqla qulaq asmışam. Amma adam bugün gəlib dərd danışır. O niyə dərd danışmalıdır? Görün hansı vəziyyətə düşür. Təranə xanımın sənəti ilə bağlı nə problem yaranır ki? Təranə xanım hansısa bir məsələ meydançanı istəyir və o meydançada yoxdursa, yəni onun sənəti bundan axsıyırmı? Başa düşmədiniz. Qaldım bu qədər danışmaq. Yəni bu dərəcəmi siz məni anlamırsınız, nədən danışırıq biz burada? Buyurun. Demək, hər bir sənətçinin, yəni biz Mədəniyyət Nazirliyi olaraq hər bir sənətçinin brendinin yaradılmasının çox böyük marağındayıq. Çünki bu əslində böyük bir qüvvədir, böyük bir tanıtım vasitəsidir və s. Siz özünüz bilirsiniz ki, məsələn, YouTube-da bizdə eyni qədər izləyilən, kifayət qədər böyük auditoriyası olan ifaçılar var. Yəni, adlarını çəkmək istəməm, amma bu ifaçılar var. Bunlar öz brendlərini yaradırlar və o brendlərə artıq biz dəstək vermək, onlara yardım etmək, onlara kömək etmək. Bax, 10 ildə mənə nə dəstək vermişsiniz? Bax, 10 ildə mənə nə dəstək vermişsiniz? Mane olmaqdan başqa bir şey olmayıb. Mənə də. Bax, bu qədər öz cibimdən bax, yəni, bax, siz brendinizi yaratmışsınız da, düzdür. Brend bir ölkənin vətəndaşı, bir ölkənin, Azərbaycan Respublikasının bir vətəndaşı olaraq Azərbaycan kamança sənətində bu qədər reputasiya, bu qədər nailiyyət. Yəni bundan ibarət 63 milyon deyil, amma sosial şəbəkəni bir göstərici faktor kimi Spotify-dadır ya, hardadır o 63 milyon? Siz sadəcə olaraq YouTube kanalıma keçid edin, oradan Spotify-a, Apple Music-a, hər yerə digital platformalara baxın, nəticələri, analikanı görəcəksiniz sonra. Məsələ o deyil. Məsələ budur ki, bu brend formalaşana qədər nə zülümlər çəkmişik də, niyə mən zülüm çəkməli idim, zülümlə gəlməli idim və mənə maliyyələr olmalı idi, mənə təzyiqlər olmalı idi, mənim adıma məktublar silinməli idi, cırılıb atılmalı idi və yaxud da alternativ musiqiçi təklif olunmalı idi. Başa düşürüm, deyəcəksiniz ki, mən olduğum dövrdə olmayıb bu. Xahiş edirəm, o məktub məsələsini siz ona fokuslanmayın, yəni siz sənətkar adamsınız və özünüzü bizim Mədəniyyət Nazirliyinin fəaliyyətinə kölgə salmaq niyyətimiz yoxdur. Bu, bunu açıq-aşkar şəkildə deyirik. Amma etdikləriniz, bax, bu kampaniya nə deməkdir? Fərddir. Bizim fərdlə problemimiz var. Aynur xanım, Alek bəy, yəni biz fikirlərimizi burada fərdə yönləndiririk. Nazirliyin fəaliyyəti ilə bağlı aydın məsələdir ki, mənim sizin fəaliyyətinizlə nə şübhəm ola bilər və Alek müəllimin, Cahangir Sərifan tənqid oluna bilər. Onun haqqında səhv olan deyilməlidir. Özü, nazir özü belə tənqidlərə çox açıq adamdır. Yəni qurumun əməkdaşı tənqid olunur. Qurum tənqid olunmur. Məmurlar yox, oradakı məmurlar yox, amma nazir konkret olaraq özü çox açıqdır tənqidə. Amma nazirdən biraz aşağı düşdüyünə, bəlkə də indi Alek müəllim də açıqdır tənqidə, bilmirəm. Hər halda Alek müəllimdən belə görünür ki, tənqid açıqdır. Amma biraz aşağı getdik, Aynur xanım daxil olmaq tənqid açıq deyirlər. Buyurun. Yəni Aynur xanım, bax bu brend var da, düzdür. Elçin bəy də sual verdi ki, Azərbaycan mədəniyyətinə lazımdır, lazım deyil. Sual cavab verdiniz ki, lazımdır. Və niyə dəstək göstərmirsiniz? Bax, bugün Heydər Əliyev Sarayını bilirsiniz, Mark Eliyahu gəlir, Yevrey, Yəhudi millətindən olan gəlir konsert verir, gözəl mən dəstəkləyirəm, Azərbaycan kamançası üçün böyük bir uğurdur. Başqa bir şey deyim, bir dənə misal deyəcəm və bununla da məncə hər şey aydın olacaqdır. Baxın, YouTube-da Mədəniyyət Nazirliyinin Sənətin Səsi adlı bir verilişi var. Orası sizi dəvət ediblər. Mədəniyyət Nazirliyinin heç bir layihəsində iştirak etməmişəm. Yaxşı, bax, sual, niyə mən bu sualı verirəm? Eyni bir adama mən baxdım, bir adam var. Mədəniyyət TV-də də odur, nə bilim o birisində də odur. Bu adam da hər yerdə görməkdən yorulub, heç YouTube-a da zulümlə gedib, heç suallar da cavab vermək istəmir. Amma o olmalıdır. Çünki kiminsə adamın adamı, anların bir əsəri var idi.